Salam, hörmətli müəllimlər, abituriyentlər. Gəray Aşırov Möhtəşəm 26 kitabından Sınaq 1, sual nömrə 4. Bu kitabı inşallah axıra kimi bütün məsələlərin, bütün sınaqların, bütün məsələlərinin video izahı olacaq. YouTube kanalıma hamısını yerləşdirəcəm. Sizə də xoş izləmələr. İnşallah ki, faydalı olar. Deməli, 4 nömrəli məsələ ilə başlayaq. Deyir ki, eyni həzmdə götürülmüş X2 və Y2 qazları arasında reaksiya baş verir və nəticədə XY2 maddəsi əmələ gəlir. Birinci reaksiyanı yazaq. X2 üstə gəl Y2 alınır XY2. Bu reaksiyanı, məsələni həll eləməkdən ötürü reaksiyasını yazıb sonra əmsallaşdırmaq lazımdır. Bunu əmsallaşdıran zaman bura 2 düşür və burada 2 düşür. Bunu əmsallaşdırdı. Sonra davam edir. Və bizdə burada deyir ki, eyni həcmdə, həmişə eyni həcmdə deyəndə, eyni mol deyəndə, eyni kütlədə deyəndə azı çoxa çatdırır. Bunların öz həcmləri 1-dir və 2-dir. Mən bunların ikisini də eyni həcmdə deyəndə, yenə deyirəm, azı çoxa çatdırıram. Yəni x 1 molsa mən bunu 2 mol götürürəm, 2 həcm götürürəm. Və burada deyir ki, artıq qalan qazın reaksiya daxil olması üçün 10 litr daha digər qazdan lazımdırsa. Mən belə baxıram ki, burada eyni həcmdə götürdükdə x-dən artıq qalır. Nə qədər artıq qalır? 1 litr. Bunun litri, yəni 22/4-ü çevirməyə ehtiyac yoxdur. Litrə biz burada mol kimi də baxa bilərik. 1 litr x-dən artıq qalır. Və baxırıq ki, 1 litr x-dən artıq qalır və reaksiyada həcmə baxanda, nisbətlərinə baxanda 1-in 2-yə daxil olur. Və 10 litr digər qazdan lazımdırsa, deməli bu artıq qalan x-dir və bizə lazımdır y. 10 litr y lazımdır. Bunu da özü veribdir. Yəni 10 litr ya da 10 mol burada götürmək olar eyni şəraitdə deyirsə. Deməli 1 mol x reaksiya daxil olanda 2 mol y 2 reaksiya daxil olursa, bizə də 10 litr y lazımdırsa, baxım görüm nə qədər x-im artıq qalıb. Bunu da bir b ilə işarə eləyək. Buradan b-ni tapaq, eləyir 5. Deməli, mənə belə başa düşdüm ki, 10 litr y-in reaksiya daxil olması üçün 5 litr x2 lazımdır. Yəni 5 litr x2 artıq qalıbdır. Artıq qalıb. Biz indi baxa görək 5 litr x2 artıq qalanda nə qədər y2 reaksiya daxil olur ki, bunun başlanğıc həcmlərini tapmaqdan ötürü. Onu da yazıram ki, bunun ikisini 2 mol götürəndə və buradan 1 litr x artıq qalır. Yazıram ki, 1 litr x artıq qalanda artıq nə qədər y2 reaksiya daxil olur? 2 mol. Bəs 5 x2 artıq qalanda nə qədər y reaksiya daxil olur? Onu da bir t ilə işarə eləyək. T ilə bərabərdir 10-a. Deməli, biz belə başa düşdük ki, əvvəl 10 litr y2 molub. Bunu nağıllaşdırdıq başlanğıc qarışıqda. Və 5 litrdə x2 artıq qalıbdır. Bunu da tapdıq da, çünki artıq qalana 10 litr y lazım olduğundan. Və bu 10 litr y2 reaksiya daxil olanda nə qədər x2 sərf olunduğunu tapmaqdan ötürü yazıram. 1 x2-yə 2 y2 lazımdırsa, 10 y2-yə nə qədər bir z x2 lazımdır. Z də bərabər buradan 5-ə. Deməli 5x2 də sərf olunubdur. Sərf olunub. Onda belə başa düşdüm ki, 5x2 artıq 5x2 reaksiya daxil olan və 10 y2 də reaksiya daxil olan. Aha, belə başa düşdüm ki, əvvəldə deməli 10 litr x2 və 10 litr də y2 olubdur. Bizdən də başlanğıc qarışığın həcmini soruşursa, bunların cəmi eləyir 20. Deməli, əvvəl 20 litr qaz qarışığımız olubdur.